Salam, mən Çağrı kurslarının ingilis dili müəllimi Ayda Həsənova. Bugün sizlərlə modal verbs, yəni modal feillər bəhsinin izahı ilə sizlərin qarşısındayım. Gəlin başlayaq. Modal feillər nəyi ifadə edir? Modal feil deyəndə ümumiyyətlə modal feil hərəkəti bildirmir. Sadəcə olaraq hərəkətə olan münasibəti ifadə edir. Modal feillər üçün bir neçə ortaq xüsusiyyət var. Gəlin onların haqqında danışaq, amma təbii ki, istisnalarımız olacaq və bunları mən sizlər üçün qeyd edəcəm. Birinci xüsusiyyətimiz, modal feillər to ilə işlənmir. Ought to be able to. Bunlar nələrdir? Sonra to işlənənlər have, has, had, to. Hansı ki bunlar nələrdir? Bunlar o modal feillərdir ki, baxın görürsünüz özlərindən sonra istəmirəm. Çünki elə modal feillər var ki, məsələn, onlar zamana görə dəyişir. Elə feillər var ki, zamana görə modal feillər var ki, zamana görə dəyişmir. Elə modal feillər var ki, şəxsə görə dəyişir. Digər bir qism isə o barədə, yəni dəyişikliyə məruz qalmır. Buna görə istisnalar bol olduğuna görə həmin o məqamı şəxsə və zamana görə dəyişmək məsələsini lövhədə qeyd etməyəcəm. Sadəcə ağlınızda qalsın. İkinci məqam ondan ibarətdir ki, modal feillərin çox hallarda, baxın deyirəm, çox hallarda sualı və inkarı özü ilə düzəlir. Amma yenə istisnalarımız var. Hansı ki, elə modal feillər var ki, bunlara aiddir have, has, had, to. Bunlar artıq sual və inkarını özləri ilə düzəltmirlər. Bunların sual və inkarı do, does və did kömək feilləri ilə düzəlir. Bunlar istisnalar. İstisna olduğunu da qeyd edək. Aydın oldu mu? Gəlin indi keçək modal feillər haqqında danışmağa. Birinci ən yaygın istifadə olunan modal feilimiz can modal feilidir. Can modal feili bilmək, bacarmaq mənasını ifadə edir. Bilmək, bacarmaq. Və can modal feili şəkildə daha sonra can modal feili sual və inkarı özü ilə düzələcək. Can cümlənin əvvəlinə keçəcək sual formasının düzəldilməsi üçün. İnkarda isə can qarşıya keçir. İnkarda isə cannot və ya qısaca can't yazaraq mən onu inkara zaman forması var. Bunun biri indiki zamandır. İndiki zaman can. İkinci zaman forması ise could'dur. Hansı ki ne getirir? Can speak. I can speak in English. Baxın, gəlin yazdığım bu xüsusilə cümləni karakterizə edək, yəni təhlil edək. İfadə etdi, bilmək, bacarmaq. Mən ingiliscə danışa bilirəm. Birinci şərtimiz öyrəndi. Bəli, kəndən sonra to gəlməyib.
İkinci şərtimiz sual formasına və inkar formasına keçirtmək. Sual formasına keçirtmək üçün sadəcə və sadəcə cümlənin əvvəlinə bir can artırıram. Can I speak in English? Sual işarəsi qoyuram. Bu sual formasına düzəldilməsi. İnkarını düzəltmək üçün isə nə edəcəyəm? Artıracağım. Olacaq cannot speak in English. Üçüncü, iki zaman forması var deyirik. Can indiki zaman, yaxşı işlətmişəm. Could isə keçmiş zaman. Cümlədə can'i keçmiş zamanda could ilə yaza bilərəm. I could ikinci feilimizə modal feilizə. Mən feil deyəndə sizdə çaşqınlıq yarana bilər. Bu modal feildir. Bunu bir dəfəlik nəzərinizdə saxlayın videonun sonuna qədər. Dedik ki, can'in iki zaman forması var da. Keçmiş zaman forması. Bir də hansı zaman forması? İndiki zaman forması. İndiki keçmiş iki zaman forması. Amma əgər can'i mən gələcək zaman formasında və s. işlətmək istəyirəmsə, onda nədən istifadə edəcəm? Onda to be able to modal feili bizim köməyimizə çatacaq. To be able to, bu da yəni nə mənadır? Zaman, keçmiş zaman və gələcək zaman. Üç forması var bunun. Gəlin indi onları da yazaq. İndiki zaman forması. İndiki zaman forması am, is, are, able to ilə düzələcək. I am able to speak in English. Mən ingiliscə danışa bilirəm. Bu bacarığa sahibəm kimi tərcümə olunur. Bu bizim indiki zaman formamız idi. Keçmiş zaman forması necə düzələcək? Keçmiş zaman düzəltmək üçün təxmin edirsiniz ki, was word-dən istifadə edəcəm. Was word plus able to. Məsələn, indi you əvəzindən istifadə edək. You were able to speak in English. You were able to speak in English. Sən İngilis və yaxud da siz İngiliscə danışa bilirdiniz. Bu bizim keçmiş zaman formamızdır. Gələcək zaman düz təxmin edirsiniz. Əgər bunu deyirdinizsə, shall be, will be able to ilə düzələcək. Məsələn, he yazıram bura. He ilə nə işlənir? Will be işlənəcək qrammatikamıza uyğun olaraq. He will be able to deməli, he will be able to speak in English. Bu cür yazılacaq. Yəni, o kişidən söhbət gedir, o İngiliscə danışa biləcək. Aydın olma artıq üç zamanıdır. To be able olduq. Sonra, indi nə edirik? İndi biz nəyin formanı yazmışıq? To be able to da. Sizdə sual yarana bilər ki, sual və inkar necə düzəlir? Sualı və inkarı bu modal feil. Sualı və inkarı özü ilə düzəlir. Yəni, qarşıya keçirdik am. Am I able to speak in English sual formasına bu cür keçirdirəm. Yəni, yerdə qalan, belə deyək də, cümlə üzvlərinə toxunmuruq. Toxunulmaz olaraq qalır. Bu bizim sual formamız.
Bir də var inkar formanı düzəltmək üçün nə edəcəm? I am I'dan sonra not inkar hissəsini artıracağım. I am not able to speak in English. Bu cür inkar formanı düzəldəcəm. Digərlərində də eyni qayda. Were you able to speak in English? Sual forması. You were not able to speak in English. İnkar forması. Will he be able to speak in English? Sual forması. He will not be able to speak in English olacaq. Bunun nə forması? İnkar forması olacaq. Burada aydın oldu deyə düşünürəm. Sadəcə yenə deyirəm. Həm indiki və keçmiş zaman formasına malik olduğu üçün elə hal ola bilər ki, mən onu gələcək zamanda bilmək bacarmaq kimi ifadə edim. Bu halda can artıq mənim köməyimə çatmayacaq. Mən can'i to be able to ilə əvəz edirəm. Sonda işlədirəm. To be able to'nun gələcəyi də olacaq. Shall be, will be able to. Bura aydın oldu mu? Bəzən testlərdə, toplu testlərində çox rastımıza çıxır. Shall'dən, will'dən sonra bir artırılır. Bir gəlmirsə o test səhvdir. Eləcə də was were able'dan sonra to gəlməlidir. Bunu yadınızda saxlayın. Is are able'dan sonra to gəlməlidir. To'suz gəlsə də o səhv hesab olunacaq. Aydın oldu mu? Bu able to. Yəni cümləniz belə deyil. Düzdür, tam yadınızda saxlayın ki, buraxılış imtahanı səhvə yol bilin. İndi keçək 3-cü moda feilimizdən. Ehtimal bu mənaları ifadə edəcək. İcazə, ehtimal. Yəni bunun da xarakteristikasını bir yazsınlar. Özündən sonra to tələb etmir. İkincisi artıracağım. Amma yadınızda saxlayın. Bu qısa formada mail kimi yazıla bilərik. Yəni belə bir quruluş yoxdur. Qısa forması yoxdur. Belə bütün formada mail yazmalısınız. Ondan sonra forması mailindeki zaman forması might isə bunun olacaq hansı zaman forması? Keçmiş zaman forması olacaq. Gəlin indi yazaq bunun üzərində bir cümlə yazaq və o cümlənin üzərində bunu təhlil edək. I may go to the theater. I may go to the theater. Mən teatra gedə bilərəm. Gördünüzmü? Birinci şərt ödəndi. Özündən sonra to işlənmir. Ümumiyyətlə, baxın, yadınızda saxlayın. Birdən deyərsiniz ki, burada axı to işlənib. Bu to'nun məyə dəxli yoxdur. To go'dan sonra işlənib və yön mənasını bildirir. A, ə, ya, ya. Ona görə burada to'nu işlətmişik. Amma məydən birbaşa sonra to işlənə bilməz. I may go to the theater. Sonra İnkar formasını düzəltmək üçün nə edirik? İnkar formasını düzəltmək üçün may'dən sonra not inkar hissəsini artıracağım. May not go olacaq. Sual formasını düzəltmək üçün isə bunun qarşısına may sual formasını belə deyək də may'i qarşıya keçirdəcəm. May I go to the theater. Bu da olacaq bunun sual forması. Bəli, bu indiki zamanda işlənib. Keçmiş zamanda da may'in yerinə might yaza bilərəm. Və yaza bilərəm ki, I might go to the theater. Mən teatra gedə bilərdim. Yəni, belə bir icazəm var idi. Və yaxud da bu ehtimal bildirə bilər ki, mən keçmişdə teatra gedə bilərdim. Aydın oldu mu bu hissə? Aydın olduğunu düşünürəm. İndi keçirəm 4-cü modal feilimizə. 4-cü modal feilimiz gəlin elə must yazaq. Must. Must malı, məli, vacibliyi, məcburiyyəti bildirir. Malı, məli kimi tərcümə olunur. Must'dan sonra yenə də to işlənməz. Must'ın sualı, inkarı nə ilə düzələcək?
sualı inkarı özü ilə düzələcək. Ondan sonra üçüncü must'ın iki zamanlı forması var. Must indiki zaman. To olacaq keçmiş zaman forması. Məsələn, deyirəm ki, for example, I say Kate must visit her grandma. Kate must visit her grandma. Kate nənəsini ziyarət etməlidir. Baxın, Kate'dən sonra nə olmadı? To olmadı. Təbii olaraq birinci şərtimizi ödədik. Sonra ikinci şərtimiz nədən ibarətdir? İkinci şərtimiz deyir ki, sualı inkarı özü ilə düzələcək. Bəli, sualı düzəltmək üçün yaxşı bir dəfə yazıram. Qarşıya keçirdirəm must'ı. Yazıram must Kate visit. Bir dəqiqə. Visit her grandma. İnkarını düzəltmək üçün must'dan sonra not inkar hissəciyini artıracağım. Kate must not, must'ını da yaza bilərdim. Visit her grandma. Kate must not visit her grandma. Gördünüzmü? Təsdiq, inkar, sual. Üçü də özü ilə düzəldi. Sonra indi keçirik. Must indiki zamanda da bunu bilirik. Keçmiş zaman formasını düzəltmək üçün biz indi burada had to'dan istifadə etməliyik. Kate nənəsini ziyarət etməlidir cümləsini gəlin keçmiş zamana keçirək. Deyək ki, Kate had to visit her grandma. Kate had to visit her grandma. Kate nənəsini ziyarət etməli idi. Belə olan ərəfədə biz nə edirik? İndi gəlin buranı silmədən yuxarı hissəni silim. İndi burada mənim demək istədiyim nədir? Burada artıq had to görürsünüz. Must'ı keçmiş zamanda had to ilə mən belə deyək də əvəz eləyirəm. Amma had to'nun olduğu yerdə artıq sualını, inkarını had to'nun özü ilə düzəldə bilməyəcəm. Had to'nun sualını düzəltmək üçün mən diddən istifadə edirəm. Yazıram did. Sonra yazıram Kate. Sonra had to'nu olduğu kimi saxlaya bilmərəm. Mən onu keçirdəcəm have to'ya. Çünki keçmiş zaman göstəricisi artıq burada var. Have to, yəni did, had to ikisi bir yerdə ola bilməz. Did Kate have to visit her grandma? Gördünüzmü? Yəni burada sualını, inkarını gördünüzmü? Bu o qəbildən modal feildir ki, sualı, inkarı özü ilə düzəlmir. Bu istisnadır. Did Kate have to visit her grandma? Bu sual formasıdır. İnkar formasını düzəltmək üçün mən burada didn't-dan istifadə edəcəm. Kate did not have to visit her grandma. Da qısaca yazıram belə. Kate didn't have to visit her grandma. Deməli, nə edirik? Must'ı keçmiş zamanda ifadə etmək üçün mən nədən istifadə etdim? Mən istifadə edirəm had to'dan. Had to malı məli idi kimi tərcümə olunur. Və mən burada had to'nu sual formasına keçirtmək üçün nə edirəm? Diddən istifadə edirəm. Didi qarşıya verirəm. Sonra had to'nu have to'ya qaytarıram. Had to ilə did bir yerdə olmaz. Mütləq ilkin formaya qaytarılmalıdır bu modal feil. Sonra o cümlənin olduğu kimi yazıram. İnkarda isə nə edim? Cümlənin mübtədasını yazıram. Sonra have to'nu inkar formada did not have to ilə düzəldirəm və visit her grandma yazıram. Və
Yadınızda saxlayın. Have to, has to, had to. Üçü də nədir? Modal feildir. Have to, has to-ya aid misal yazmıram, çünki artıq bunu başa düşdüyünüzə inanıram. Sadəcə olaraq bunu bildirmək istəyirəm. Baxın, topluluğa düşür şagirdlərin də bəziləri diqqətsizlik ucbatından səhv eləyirlər. Tutub had to, have to, had to-nun inkarını bəzən topluluğa baxın, belə yaza bilərlər. Haven't to, hasn't to. Belə to yazım. Yaxşı qoy, heç nə olmaz. Haven't to. Haven't to, hasn't to. Hadn't to. Haven't to, hasn't to, hadn't to. Belə yazırlar topluda və şagirdlər buna baxıb çaşırlar. Elə bilirlər ki, have to, has to, had to-nun inkarı bu cür olmalıdır. Amma əslində bu tamamilə yalan yanlış olan bir fikirdir. Bu tip quruluş mümkün deyil. Yadınızda saxlayın. Have to, has to, had to-nun inkarı yalnız do, does, don't, doesn't, didn't ilə, sualı isə do, does, did ilə düzələcək. Belə. Keçək, should. Növbəti modal feilimiz shoulddur. Should gərək mənasını ifadə edir və bu biraz məsləhət xarakterlidir. Məsləhət xarakterlidir. Yəni, nə edirik? Burada xarakteristikasını veririk. Birinci odur ki, xarakteristikası özündən sonra to işlənməz. İşlənmir. İkinci nədir bəs? İkinci xarakteristikası odur ki, deməli, sualı inkarı nə ilə düzələcək? Özü ilə düzələcək. Sualı inkarı nə ilə düzəldir? Deməli, özü ilə düzələcək. Sonra, üçüncü xarakteristikası nədən ibarətdir? Deməli, yalnız bir zaman forması var, o da shoulddur. Bir zaman forması var. Bayaq yazdığım Kate must visit her granny, o artıq burada o must məcburiyyəti bildirirdi. Ümumiyyətlə yadınızda saxlayın ki, must məcburiyyət bildirir. Should-da isə sadəcə bir məsləhət var. Yəni, mən məsləhət verirəm, sən edə də bilərsən, etmə edə bilərsən, bu sənin öz işindir. Məsələn, bir cümlə yazaq. They should follow daha doğrusu belə yazaq. They should follow the instruction. They should follow the instruction. Onlar təlimata əməl etməlidirlər. Təlimata əməl etməlidirlər deyəndə düz əslində bunu masla da yaza bilərik. Çünki təlimat elə bir şeydir, hamı ona əməl etməlidir. Burada bir belə deyək də, bir vaciblik, bir qətiyyət var. Amma burada məsələn, bu kiminsə şəxsi fikridirsə, deyə bilər ki, they should follow the instruction. Onlar təlimata əməl edəsidirlər. Etsələr yaxşı olar, gərək də bu mənada istifadə oluna bilər. Məqsədim nədir bu cümləni yazmaqda? Göstərirəm ki, bəli, birinci şərtimiz ödəndi. Şuradan sonra to gəlmədi. İkinci şərtimiz necə olacaq? Sual formasını düzəltmək üçün should cümlənin qarşısına keçəcək. Belə yazaq. Should cümlənin qarşısına keçəcək. İnkar formasını düzəltmək üçün shoulddan sonra not artırılacaq. Vəssalam. Bir zaman forması var, bəli, keçmiş zamanda filan işlənə bilmir. Shoulddan sonra gəlirəm ought to-ya. Ought to da nə deməkdir? Gərəkdir, məsləhət mənasını ifadə edir. Belə deyək də, bununla eyni mənanı ifadə edir. Amma bir fərqləri var ki, shoulddan sonra to işlənmir, amma ought-dan sonra to-nun işlənməsi lazımdır. Davam edirik. Deməli, ought to gərək. Gəlin şərtini yazaq. Birinci şərt ondan ibarətdir ki, mütləq şəkildə to işlənməlidir. To işləndi birinci şərtimizdə. İkinci şərtimizdə sual və inkarı özü ilə düzələcək. Yəni, bir cümlə yazacağım, onun üstündə bunu izah edəcəm, bunu saxlayıram. Amma sual və inkarı özü ilə düzəlir ifadəsini yazıram.
İnkar özü ilə düzəlir. Və üçüncü şərtimiz nədir? Üçüncü şərtimiz də ondan ibarətdir ki, bunun bir zamanı var, o da yalnız ought to, özü olan indiki zaman formasıdır. Nə yazıram indi əziz abituriyentlər? Yazıram bir cümlə sizlər üçün. Yazıram ki, yaxşı elə bu cümləni ought to ilə yazaq. They ought to follow the instruction. They ought to follow the instruction. Baxıram burada to işlənibmi birinci şərtimiz olaraq? Bəli, to işlənib. Əla, nə gözəl. Keçirəm sual və inkarı düzəltməyə. Deyirəm ki, özü ilə düzəlir. Özü ilə düzəlir deyə ought-u keçirdirəm qabağa. Daha sonra Z yazıram. Daha sonra nə yazacağam? Ought say to. Görürsünüzmü? Elə bil ki, cümlənin mübtədasını sual formasında gətirib ought-la to-nun arasına salıram. Yazıram ought say to follow the instruction, ardı da yazmıram. Və inkar formasını düzəltmək üçün, ought-la to-nun arasına not inkar hissəsini artırıram. Ought not to follow the instruction və s. Ought to da yaza bilərdim bunu qısa formada və bu da belə. Deməli, should-la ought-un fərqi nə oldu? Should-la ought-un fərqi oldu ki, should-la to işlənmir, ought ilə isə to-nun işlənməsi mütləqdir. İki dənə bizim deməli modal fe'limiz qaldı. Gəlin onların haqqında danışaq. İndi isə danışaq gəlin digər iki qalan modal fe'limiz haqqında. Bunlardan biri deyir modal fe'lidir. Cürət etmək mənasını verir. Cürət etmək mənasını ifadə edəcək. Cürət etmək deyəndə ümumiyyətlə bu həm əsas fe'l kimi işlənə bilər, həm də modal fe'l kimi. Gəlin yazaq modal fe'l və əsas fe'l kimi xüsusiyyətləri nədən ibarət olacaq? Ona bir ətraflı göz ataq. Əsas fe'l. Modal fe'l və əsas fe'l. Gəlin baxaq. Modal fe'l kimi xüsusiyyəti nədən ibarətdir? Özündən sonra to gəlməz. Daha sonra bu modal fe'ldir. Əsas fe'l kimi isə özündən sonra to işlənir. Sonra nədir? Əsas fe'l kimi, belə deyək, modal fe'l kimi sualı və inkarı nə ilə düzələcək? Özü ilə düzəlir. Sualı və inkarı özü ilə. Sualı və inkarı modal fe'ldə özü ilə düzəlir. Əsas fe'l kimi isə sual və inkarı nə ilə düzələcək? Do, does, did ilə düzələcək. Aydın oldu mu? Sonra üçüncü formada bilirsiniz ki, şəxsə görə dəyişmək, zamana görə dəyişmək bunlar əsas fe'lə məxsus olan xüsusiyyətlərdir də, əsas fe'lə məxsusdur. Ancaq modal fe'ldə belə bir xüsusiyyət yoxdur. Ona görə də modal fe'lə yazırıq ki, şəxsə və zamana görə dəyişmə yoxdur. Dəyişməz. Ancaq burada yazdığım üçüncü punkt burada keçərlidir. Yəni, şəxsə və zamana görə dəyişəcək. Müsbət işarəsi qoyuram ki, üçüncünün burada dəyişməz, amma burada dəyişər olduğunu biləsiniz. Deməli, təkrar edək. Modal fe'l kimi, əsas fe'l kimi. Modal fe'l kimi özündən sonra to gəlməyəcək, amma əsas fe'l kimi özündən sonra plus to işlənəcək. Sual və inkarı modal fe'ldə özü ilə düzəlir, amma əsas fe'ldə nə ilə düzəlir? Do, does, did ilə düzələcək. Modal fe'l kimi şəxsə zamana görə dəyişmək stabildir, amma əsas fe'ldə bu əksinədir. Yəni, şəxsə zamana görə dəyişmək var. Məsələn, bir modal fe'l kimi yazıram deyiri, bir də əsas fe'l kimi yazıram. Deyirəm ki,
Dare you do? Dare you do that? Dare you do that? Gördünüz? Deyir ki, sən onu etməyə, bax sualı nə ilə düzəldi? Özü ilə düzəldi. Sən onu etməyə cürət edə bilirsən. Belə tərcümə olunur. Amma məsələn, indi belə bir şey yazıram. How? Burada nədir? Modal feildir. Burada how you dare? How do you dare to do that? Dare you do that? Baxın, gəlin bir də belə deyək, təhlil edək. Burada təhlilimiz nədən ibarətdir? Təhlilimiz ondan ibarətdir ki, burada deyirəm ki, baxın, sual formasında modal, belə deyək, burada nə kimi işlətdim? Modal feil kimi işlətdim. Modal feil kimi sualı özü ilə düzəldi, özündən sonra to gəlmədi, zamana görə dəyişmə prosesi burada olmadı. Amma ikinci cümləmizə bir baxaq. How do you dare to do that? Görürsünüzmü? Burada sualı do, does, did ilə düzəldi. Özündən sonra nə işləndi? To işləndi. Başa düşdünüz? Və burada nə oldu? Artıq istər-istəməz zamana görə bir dəyişmə var. How do you dare to do that? Do-nun yerinə did də yaza bilərdim. Dare-a dəymirəm, amma sual forması olduğuna görə do-nu did-ə dəyişirəm. Aydın oldu? How do you dare to do that? Ondan sonra sonuncu modal feilimiz haqqında da qısa bir məlumat verim və videonu yekunlaşdıraq. Need modal feili yenə də həm deməli ehtiyacı olmaq, lazım olmaq mənasını ifadə edir. Ehtiyacı olmaq həm əsas feil kimi, həm də əsas feil və modal feil kimi işlənir. Əsas feil və modal feil kimi işlənəcək. Əsas feil kimi deməli yenə də xüsusiyyətləri nədir? Birinci xüsusiyyəti özündən sonra to gələcək. Modal feildə isə belə deyək. Deməli əsas feil kimi özündən sonra nə gəlir? To gəlir, amma modal feil kimi özündən sonra to olmaz, gələ bilməz. Əsas feil kimi nə olur? Do, does, did ilə sual və inkar formasını düzəldəcək. Amma modal feil kimi, bax modal feil kimi deyirəm, özü ilə sual və inkar formasını düzəldəcək. Özü ilə düzəldir. Özü ilə düzəldir. Üçüncü, şəxsə zamana görə dəyişmə əsas feildə var. Şəxsə və zamana görə dəyişmək. Amma deməli modal feil kimi özündən sonra to gəlmir, sualı inkarı özü ilə düzəlir və şəxsə və zamana görə dəyişmə yoxdur. Bura dəyişir yazaq. Burada isə çıx işarəsini qoyaq, bilək ki, dəyişmə filan yoxdur. Aydın oldu mu? Məsələn, I need to learn some new words. Gördünüzmü? Burada deməli nə kimi işlənib sizcə need? Təbii ki, əsas feil kimi işlənib. Əsas feilin xüsusiyyətləri nələrdir? Need-də əsas feil kimi need özündən sonra to tələb edir. Deməli, əgər sual formasında olsa mən bunu do ilə qurardım və yaxud did ilə qurardım bu cümləni. Şəxsə və zamana görə dəyişmək. I need to learn some new words-ün yerinə I needed to learn some new words yazardım ki, burada need-i keçmiş zamanda işlətmiş olum. Daha sonra nə edirik? Daha sonra I need to learn some new words yazıram. I need to learn some new words. Burada artıq need nə kimi işlənib? Modal feil kimi. Hardan bildik? Ona görə ki, özündən sonra to gəlməyib. Sualı inkarı bəli özü ilə düzələrdi. Need I learn some new words? Belə bir sual cümləsi qurardım. İnkarda I needn't learn some new words yazardım və s. Və şəxsə və zamana görə dəyişdirə bilmirəm. Və modal feildə bilirik ki, özündən sonra başqa nitq hissəsi gələ bilməz. Ancaq nə gəlməlidir? Belə deyək də cümlə
nitq hissəsi kimi feil gəlməlidir. I need to learn some new words. Bəli, əsas feil kimi və modal feil kimi biz bunların fərqini nə etdik? Bildik. To, do, does, did şəxsə zamana görə dəyişmə, modal feildə to yoxdur, özü ilə düzələcək və şəxsə və zamana görə dəyişmə yoxdur. Belə əziz abituriyentlər, ümidvaram ki, çox maraqlı bir mövzu izahı oldu. Hər hansı bir sualınız yarandığı təqdirdə bizə xoş olardı ki, rəy bölməsindən bizə bildirəsiniz. Hələlik.